Salam əziz müəllimlər, təkrar xoş gördük hər birinizi. Güvənin test bankından testlərin izahının davamına baxırıq. Deməli, leksikologiya bölməsindən baxmışdıq. Sözlərin həqiqi məcazi mənasından da davam edirik. Gəlin başlayaq. Geniş sözünün məcazi mənada işləndiyi cümlə hansı? Evin geniş otaqları, geniş otaq ola bilər müəllim, bu həqiqi mənadadır, bunu çıxın. Geniş çarpayı ola bilər, bunu da çıxın. Geniş eyvan ola bilər. Geniş bir çöl, çöl geniş ola bilər. Geniş ürək, müəllim, geniş ürək olmaz axı, bu məcazi olacaq. Ona görə cavabın olur C variantı. 57. Qol sözü həqiqi mənada işlənmişdir. Ağacın qolları. Müəllim, ağacın qolu məcazi mənada olacaq. Yoldaş polkovnik, onlar 3 qoldan hücum etdilər. Burada qol tərəf mənasındadır. Çar ordusu 3 qola ayrılmışdır. Burada da tərəf mənasındadır. Minbərin qolları burada da məcazi mənadadır. Qolu çıxdığı üçün yarışa çıxa bilmədi. Bəli, burada insanın qolu mənasıdır. Ona görə həqiqi olacaq. Ağacın qolu məcazi. 3 qol tərəf mənasıdır. 3 tərəfə 3 hissəyə parçaladılar. Burada da məcazidir. C ilə B də demək olar ki, eyni mənanı bildirir. Minbərin qolları burada da məcazidir. Düzgün cavabın olacaq E variantı. 59. Nümunənin birində altından xətt çəkilmiş söz həqiqi mənada işlənmişdir. Baxaq, yuxarıya qalxaraq birbaşa müdirin otağına daxil oldu. Mənim burada yuxarı mərtəbəni nəzərdə tutur. Ona görə həqiqi olacaq. Daha sonra 5 yaşdan yuxarı uşaqlar, burada yuxarı məcazidir. 50 ildən yuxarıdır ki, burada da məcazidir. İşin yuxarısı, burada da məcazidir. Yuxarılar buna fikir bildirəcəklər. Yuxarılar deyəndə belə də yüksək vəzifədə oturanlar, yüksək işdə işləyənlər nəzərdə tutur. Cavabın olacaq A variantı. 59. Məktəb sözü hansı bənddə həqiqi mənada işlənmişdir? Baxaq. Cəlal Qozadə 20-ci əsrdə Azərbaycan ədəbiyyatından Molla Nəsrəddin məktəbi. Burada Molla Nəsrəddin məktəbi məcazi mənadadır. Həyat məktəbi məcazi mənadadır. Hər hərəkətində bəlli olurdu ki, ailə məktəbi məcazi mənadadır. Əli Nəzmi, Əli Qulu, Qənimkisar, Mirzə Əkbər Sabir ədəbi məktəbinin davamçıları idi. Bu da məcazidir. Mirzə Səfərin Koroğlu ədliyyə məktəbi. Bəli, burada ədliyyə məktəbi həqiqətən ola bilər. Ona görə həqiqi mənada işlənmiş olacaq. 60-a baxırıq. Şeir parçasında fərqləndirilmiş sözlərin hansı məcazi mənada işlənmişdir? Dəvə ləpirindən, ayaq izindən yolların sinəsi oyuq-oyuqdur. Müəllim, dəvənin ləpiri izi ola bilər. Ləpirlə iz bura sinonim sözlərdir. Yolların sinəsi oyuq-oyuqdur. Burada yolun sinəsi məcazi mənadadır. Ona görə cavabımız olacaq sinəsi, yəni C variantı. Daha sonra davam eləyək. 61. Hansı cümlədə məcazi mənada işlənmiş söz var? Rəhim onun gəldiyini görmədi. Burada görmək, gəlmək, o əvəzli, rəhim hamısı həqiqi mənadadır. Adil bağçada babasına kömək edirdi. Kömək eləmək həqiqi mənadadır. Digərləri də həqiqi mənadadır. Gecə şirin yuxu. Müəllim, şirin yuxu olar? Olmaz. Ona görə cavabın olacaq C variantı. Bu testin qapalı sualları cəmi beləliklə 1, 2, 3, 4, 5, 6 sualdır. Ona görə izahımız qısa oldu. Sağ olun, sağlıqla qalın.